Bu mövzumuz Gəncə və Şamaxı xanlıqlarıdır. Gəncə və Şamaxı xanlığı digər xanlıqlardan fərqli olaraq bir xüsusiyyətə malikdir ki, onlarda müəyyən bir müddət iki hakimiyyətlik mövcud olub. Yəni digər xanlıqlarda bu yoxdur. İki hakimiyyətlik deyəndə yalnız ağlınıza Gəncə, bir də Şamaxı xanlığı gəlsin. Şamaxı xanlığının siyasi tarixinə nəzər yetirsək, xanlıq Nadir Şahın ölümündən sonra 1747-ci ildə yaradılıb. Lakin bir müddət burada iki hakimiyyətlik mövcud olub. Bir müddət deyəndə 47-ci ildə yaranandan 1763-cü ilə qədər. Və onu da qeyd edək ki, hələ Nadir xanın dövründə Şamaxı əhalisi üsyan edərkən onları Ağsu çayı sahilinə köçürmüş və yeni bir şəhərin, Yeni Şamaxının əsası qoyulmuşdu. Sonralar biz onu Ağsu şəhəri olaraq adlandıracağıq. Bu cür bölgünün olması Yeni Köhnə Şamaxı xanlıq yaranarkən onun siyasi tarixinə də təsir göstərmişdi. Belə ki, Şamaxı xanlığının köhnə hissəsini, yəni köhnə Şamaxını idarə edirdi Məmməd Səid və ağası qardaşları. Yeni Şamaxını idarə edirdi Hacı Məhəmməd Əli. Bir müddət bu iki hakimiyyətlik qalıb. 1763-cü ildə isə deməli Məmməd Səid xan Yeni Şamaxıya hücum edir və Məmməd Səid xanın Yeni Şamaxıya hücumun nəticəsində Məmməd Əli xan əsir götürülür, Hacı Məmməd Əli əsir götürülür və iki hakimiyyətliyə son qoyulur. Bütün hakimiyyət keçir kimin əlinə? Məmməd Səid xanın hakimiyyətinə. Və Şamaxı xanlığı idarə edilirdi hansı türk sülaləsi tərəfindən? Sərkarlar adlanan türk sülaləsi tərəfindən. Deməli, iki hakimiyyətli kimi yarandı 1747-də. Daha sonra 1763-cü ildə Məmməd Səid xan xanlığı birləşdirdi və bütöv Şamaxı xanlığını qurdu. Şamaxı xanlığı ilə bağlı hadisələri biz əvvəlki dərslərdən də bilirik. Bilirik ki, 1767-ci ildə Şamaxı xanlığının torpaqları Quba və Şəkinin hücumuna məruz qalmış və onlar arasında bölüşdürülmüşdü. Sonra isə Quba xanlığı bütün Şamaxını 1768-də özünə tabe etmişdi. Fətəli xan öləndən sonra Qubalı Fətəli xan 1789-cu ildə Şamaxı xanlığı yenidən müstəqilliyini bərpa etmişdi. Bir müddət Şamaxıda hakimiyyət uğrunda mübarizələr getsə də, sonralar güclü bir xan hakimiyyətə gəlir 1792-ci ildə mübarizənin nəticəsində və həmin xan 1820-ci ilə qədər xanlığı idarə etmişdir. Mustafa xandır. Mustafa xan Şamaxı xanlığını o qədər gücləndirir ki, nəinki daxildən xanlıq güclənir, hətta artıq güclü olduğu üçün qonşu xanlıqları özünə tabe etməyə siyasəti də yürüdür. Lakin təəssüf ki, 1795-ci ildə Qacar Şimali Azərbaycana yürüşə başlayır və Qacarın qoşunu tərəfindən Şamaxı xanlığı tutulur. Yerli əhali Qacara qarşı mübarizə aparır. Mübarizə aparılsalar da 1797-ci ildən Qacarlar xanlığı özlərinə tabe edə bilirlər. Sonralar isə Rus-Qacar müharibəsi başlayır. Rus-Qacar müharibəsinin gedişində 1805-ci ildə Şamaxı xanlığı Rusiya ilə razılaşaraq deməli Kürəkçay müqaviləsinə oxşar müqavilə imzalayır və nəticədə Rusiyadan asılığa düşür. Bu asılılıq bir müddət davam edir. Sonra isə Rusiya xanlığı bir xanlıq olaraq ləğv edir və özünün bir əyalətinə çevrilir 1820-ci ildə. Deməli Şamaxı xanlığı nə vaxt yarandı? 1747-ci ildə. Nə vaxt ləğv olundu? 1820-ci ildə. Hansı dövlət ləğv etmişdi onu? Rusiya ləğv etmişdi. Əvvəlcə kimdən asılı olmuşdu? 1797-ci ildən bir müddət Qacarlardan asılı olmuşdu. Ruslardan asılılıq nə vaxt başlanır? 1805-də. Nə vaxt Rusiya onu ləğv edib? 1820-ci ildə. Və yadda saxlayırıq ki, necə bir xanlıq idi? İki hakimiyyətli xanlıq idi. Çünki 1747-də yaranarkən iki başçısı var idi xanlığın. Köhnədə başqa, Yeni Şamaxıda isə başqa hakim var idi. Sonra Köhnə Şamaxının başçısı Yeni Şamaxını tutaraq bütün Şamaxını birləşdirmiş və 1763-cü ildə vahid xanlıq yaranmışdı. İndi bayaq dediyim kimi iki hakimiyyətli xanlıqlardan biri də Gəncə xanlığı olmuşdur. Onun tarixinə nəzər yetirək. Gəncə xanlığını Ziyadoğlu nəsli tərəfindən yaradılmış bir xanlıqdır. Gəncə xanlığı və Ziyadoğlu nəslindən olan Şahverdi xan yaradıb. Şahverdi xan hansı xanlığı yaradıb? 1747-ci ildə Gəncə xanlığını yaradıb və özü 1747-dən 60-a qədər hakimiyyətdə olmuşdu. İkinci İraklini ələ keçirməyə çalışdığı xanlıqlardan biri də elə Gəncə xanlığımız olub və biz bilirik ki, Gəncə xanlığı Osmanlı ilə
deməli, diplomatik əlaqələr yaratmış ilk xanlıqlardan biridir. Niyə ilk xanlıqlardan deyirik? Çünki 1762-ci ildə Gəncə xanı Osmanlı dövlətinə elçilər göndərmişdi. Bunda da məqsəd nə idi? İkinci İraklinin hücumlarından qorunmaq, digər xanlıqların Gəncəni işğal etməsinin qarşısını almaq. Sonralar 1780-cı ildə, bayaq dedim axı Gəncə xanlığı da 2 hakimiyyətli olub. Gördüyünüz kimi Şamaxıdan fərqli 2 hakimiyyətliyi olub burada. Şamaxı əvvəldən yaranıb 2 hakimiyyətli formada. Gəncədə isə bu necə baş verir? 1780-cı ildə Gürcü çarı 2-ci İrakli ilə Qarabağ xanı İbrahim Xəlil, o zaman artıq İbrahim Xəlil xan idi hakimiyyətdə, 63-dən o gəlmişdi. İbrahim Xəlil xan birləşib ittifaq yaradırlar. Elə biz demişdik ki, İbrahim Xəlil xan ümumiyyətlə Gürcü çarı ilə ittifaq yaratmış xanlıqlardan biridir. İbrahim Xəlil xan. Birləşirlər onlar ikisi bir yerdə. 1780-cı ildə Gəncəyə hücum edirlər və hücumun nəticəsində Gəncəni öz aralarında bölürlər. Hərəsi də özünün hakimiyyətinə verilmiş hissədə bir hakim təyin edir. Nəticədə Gəncədə bir müddət 2 hakimiyyətlik mövcud olur. Lakin yerli xalq 1783-cü ildə üsyan edir. Həm Gürcü çarının qüvvələrini, həm Qarabağ xanlığının qüvvələrini qovub çıxarırlar və xanlığı yenidən vahid halda birləşdirirlər. Deməli, Şamaxıdan fərqli olaraq burada 2 hakimiyyətli işğal nəticəsində yaranıb və qısa müddət 80-83-cü illərdə yalnız davam edir. Sonra isə Gəncədə daha güclü bir xan hakimiyyətə gəlir ki, o da Cavad xandır. Cavad xan 1786-cı ildən hakimiyyətə gəlib 1804-cü ildə ruslar tərəfindən öldürülənə qədər də xanlığın başçısı olub. Gəncə xanlığı ilk ləğv edilmiş xanlıqlar sırasındadır. Çünki Rusiyanın işğalına daha tez məruz qalır və 1804-cü ildə Rusiya Gəncə xanlığına, Cavad xana dəfələrlə məktub göndərsə də təslim olmaq haqqında Gəncə xanlığı razılaşmır. Ona görə də Rusiya hücum edərək sona qədər Cavad xan döyüşsə də məğlub edilir ruslar tərəfindən və Gəncə xanlığını işğal edərək 1804-cü ildə xanlığa son qoyulur. Və qeyd edim ki, Gəncədə də İrəvanda olduğu kimi özlərinə məxsus pul vahidi olmuşdur. Onlar da Abbasi və şahı adlanan pullardan daha çox istifadə etmişdilər. Deməli, qara pullar harda idi? İrəvanda. Abbasi şahı harda daha çox istifadə olunub? Gəncədə. Qarabağdan da danışarkən demişdi ki, Pənahəli xanın şərəfinə pulları Pənahbadi adlanırdı. Şuşa şəhəri də Pənahabad adlanırdı. Belə. İndi dedik ki, bu xanlıqlarımız necədir? Şamaxı və Gəncə 2 hakimiyyətli xanlıqlardır. Gəncə və Şamaxı eyni vaxtda 1747-ci ildə yaradılsa da, Şamaxı 1820-ci ildə ruslar tərəfindən ləğv olunub. Gəncə isə daha tez 1804-cü ildə ləğv olunub. Bir də qeyd edim ki, niyə 1804-də elə tezliklə ruslar ləğv etmişdi? İşğal etdilər və Gəncə müqavimət göstərdiyi üçün, ruslarla uzun müddət mübarizə apardığı üçün onu unutturmağa çalışırlar və 1804-cü ildə Gəncə xanlığını ləğv edirlər. Hətta gələcəkdə deyəcək, onun adını dəyişərək Yelizavetpol adlandırırlar. Gəncənin adını çəkməyə də yerli əhaliyə qadağan edirlər.